İfadənin kəsir hissəsinin tapılmasını soruşur bizdən. Öncə bu kəsirin sadələşdirilməsi lazımdır. Bəzən şagirdlər səhvən 18-dən çıxa biləcək təxmini ədədi hesablayır və yaxud da kök altı 8-dən çıxa biləcək ədədləri hesablamağa çalışır. Və buradan alınan cavab təbii ki, doğru ola bilməz. Biz nə edirik? Yazırıq öncə A bərabərdir 5, kök altında 9 vurulsun 2, çıxılsın 3, kök altında 4 vurulsun 2, bərabərdir. Kök altı 9-dan 3 çıxır, 15 kök altında 2, çıxılsın 6 kök altında 2, A bərabərdir. Və yekunda cavabı almış oluruq ki, 9 kök altında 2. Bu ifadədən də yenə də kökdən 2 çıxıb hesablamaq uyğun deyil. Ən yaxşısı A bərabərdir kök altında 9-u kvadrata yüksək kökün altına salsaq 81 vurulsun 2 bərabərdir 162 şəklində yazırıq. Və bilirik ki, 162-dən çıxa biləcək tam ədəd 12 tamdır və kəsir hissəni tapmaq istəyiriksə, onda kök altında 162 çıxılsın tam hissə şəklində göstəririk. Və doğru cavab da bu şəkildə olmuş olur.